Natural ədədlərin müqayisəsini biz natural ədədləri hansı formada müqayisə edirik? Əvvəl baxırıq. 2 natural ədəddən rəqəmlərin sayı çox olan ədəd böyükdür. Məsələn, əgər biz hansısa bir 7 rəqəmli ədəd yazsaq və digər tərəfdən də bir 6 rəqəmli ədəd yazsaq, təbii ki, 7 rəqəmli ədəd 6 rəqəmli ədəddən böyük olacaq. Bəs rəqəmlərin sayı eyni olsa, o zaman biz bu natural ədədləri necə müqayisə edirik? Əvvəl baxırıq. Yüksək mərtəbədən başlamaqla soldan sağa doğru uyğun mərtəbələrdəki rəqəmlər müqayisə olunur. Rəqəmlərin fərqli olduğu ilk mərtəbədə rəqəmi böyük olan ədəd böyükdür. Bəs bu nə deməkdir? Məsələn, bizə hansısa bir 4 rəqəmli ədəd verib. Bu 4 rəqəmlə də sondan baxıram. Təklik, onluq, yüzlük, minlik. Baxın, bunların minlik mərtəbələri eynidir. Hər ikisi 4-dür. Onluq, minlikdən sonra baxıram yüzlük mərtəbəsi. Hər ikisi 7-dir. Bu da eynidir. Sonra baxıram onluq mərtəbəsinə. Onluq mərtəbəsi burada 6-dır, burada isə 8-dir. Deməli, bu ədəd ondan böyük olacaq. Və yaxud da daha böyük bir ədəd üzərində göstərək nümunəni. 1.798.785. Digər ədəd isə 1.798.674. Baxaq, hər ikisi də 7 rəqəmli ədəddir. 1-lər eynidir, 7-lər eynidir, 9-lar eynidir, 8-lər eynidir. Baxın, bunun yüzlüyü 7-dir, bunun yüzlüyü isə 6-dır. Deməli, bu ədəd birinci ədəd ikinci ədəddən böyük ədəd olacaq. Bəs natural ədədlər ədəd oxunda hansı formada düzülür? Natural ədədlər ədəd oxunda soldan sağa doğru artan sırada düzülür. Yəni, solda yerləşən ədəd daha kiçik olur, sağda yerləşən ədəd isə daha böyük olur. Məsələn, buraya yazaq tutaq ki, 540, bura 530, 530, əgər bunlar 10-10 dəyişirsə, 10-10 azalırsa, bura 520, bura 510, bura 500, bura 490, bura 480 və s. 470 və s. Baxın, sağda yerləşən ən böyük ədədimiz oldu 540, yəni yazdığım ədədlərin içərisində. Solda isə yerləşən ən kiçik ədəd oldu 470. Ona görə də deyirik ki, ədəd oxunda sağda yerləşən ədəd daha böyük olur, solda yerləşən ədəd isə daha kiçik ədəd olur.